Azərbaycanla İran arasında dövlət sərhəddindən bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması məqsədi ilə giriş-çıxış, o cümlədən tranzit məqsədi ilə giriş-çıxış 2026-cı il 9 mart saat 10:00-dan etibarən bərpa olunur. Bu haqda Azərbaycan Respublikası Nazirlər Kabineti məlumat yayıb. Qeyd edək ki, Azərbaycan-İran dövlət sərhəddindən yük avtomobillərinin hərəkətinin dayandırılması ilə bağlı qərar 5 martda qəbul edilmişdi. Bakı-Qazax yolunun Göygöl rayonu Üçtəpə kəndi ərazisində piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Hərəkətdə olan KAMAZ markalı yük avtomobilinin qarşısına piyada çıxıb. O qəzanın baş verməməsi üçün hadisədən yayınmağa çalışarkən aşıb. Bu zaman yoldan keçən digər minik avtomobili həmin piyadanı vurub. O ağır xəsarət alaraq Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Hazırda hadisə yerinə dövlət yol polisi əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.